Dördüncü bölmə. Qeydlər. Hüseyn hərəkatında əmr bil məruf ünsürü. Hüseyn hərəkatında əmr bil məruf ünsürünə aid qeydlər. Birinci. Məruf və münkərin mənası və əmr bil məruf və nəhyəz münkərin mənası. Məruf kəlməsi bütün müsbət İslam dəyərlərinə, münkər kəlməsi isə bütün mənfi İslami məqsədlərə şamil edilir. Elə buna görə də belə ümumi terminlə ifadə olunmuşdur. Əmr bil məruf və nəhyəz münkərə gəldikdə isə əmr və nəhy termini ilə ifadə olunmasına baxmayaraq, dəqiq İslam hədisi, fiqh və tarixin təsdiqinə əsasən bu məqsədlər üçün istifadə oluna biləcək, bu binanı qoruyub genişləndirə biləcək şəriət baxımından doğru olan hər bir vasitəyə şamildir. İkincisi, əmr bil mərufun İslam nöqteyi nəzərindən həqiqi və sabit dəyəri. Quran və sünnət onun əhəmiyyətinə, mövqeyinə və dəyərinə necə yanaşır? Əmr bil məruf və nəhyəz münkər ayələri və bu barədə olan heyrət doğuran hədislər. Demək, bu maddə İslamın özəyində vardır və sabitlik baxımından çox əsaslı bir dəyərə malikdir. İslam təliminin dayaqlarından hesab olunur. Üçüncüsü, Hüseyn hərəkatında 3 amil və 3 ünsür rol oynamışdır və bu hərəkat 3 ünsürün hər birinə görə xüsusi bir dəyər və etibar kəsb edir. Dördüncüsü, bu məsuliyyətin qəbul edilməsinin istər məlumat və anlamaq baxımından, istər icra etmək gücü baxımından ağır şərtləri var. Bizim işimizin nöqsanı təkcə bu olmayıb. Biz bu maddəyə kifayət qədər diqqət yetirməmişik. Bizim bir çox nöqsanımız bunda olub ki, özümüzü İslam məqsədlərinin tərəqqisi üçün ümumi ictimai cavabdehlik adlanan belə həssas vəzifəni yerinə yetirmək üçün hazır hiss etməmişik. Nə bizim məlumatımız kamil olub, nə də bizim icra etmə qüdrətimiz. Buna görə də biz bu maddəni cahilanə şəkildə həyata keçirmək və icra etmək yolunda çəkdiyimiz ziyanı onu tərk etməyimiz cəhətdən çəkmişik. Bu sahədəki fəaliyyətimizin nümunələri bizim nə qədər hazır olduğumuzu göstərir. Başqa sözlə, bizim əmr bil məruf və nəhyəz münkər sayəsindəki əmək kitabçamız çox xarab və qaradır. Məlum olur ki, bizim bilgimiz hansı həddəymiş və bizim qüdrətimiz nə dərəcədə olub. Əlbəttə, bizim işimizin nöqsanı daha çox qüdrət cəhətindən deyil, agəhlıq baxımındandır. Bu şərtlərin hər ikisi vacib olmaq şərti yox, mövcud olmaq şərtidir. Yəni elə şərtlərdir ki, mütləq əldə edilməlidir. İşimizin nümunələri bizim müxtəlif məsələlər barədə həssaslığımız, nəşr etdiyimiz kitablar, xərclədiyimiz pullar, etdiyimiz təbliğatlar, bizim fikrimizi daha çox özünə məşğul edən məsələlər, bunlardan başa düşmək olar ki, biz bu prinsipin dəyərini nə qədər dərk etmişik. Beşinci mətləb budur ki, bizim bu maddə barədə əmək kitabçası necədir? Təəssüf ki, biz bu əsl və maddənin icrasında parlaq əmək kitabçasına malik deyilik. Bizim bu ad altında olan işlərimiz əmr bil məruf və nəhyəz münkər əvəzinə özü də bir növ münkər olmuşdur. Bizim bu sahədəki fəaliyyətlərimiz istər təbliğ, istər kitab ya yazılı formada sıfır və sıfıra yaxın səviyyədə olmuşdur. Altıncısı, əmr bil məruf və nəhyəz münkər hər biri dərəcələrə və qismlərə bölünür. Söz, əməl, bilavasitə, vasitə ilə, fərdi və ictimai. Yeddinci. Sonuncu mətləb budur ki, həmin prinsip və maddənin İslam baxımından və sabitlik məqamında dəyərini bildikdən, Hüseyn hərəkatının ən çox dəyərinin bu ünsür baxımından olduğunu öyrəndikdən sonra özünün, əzizlərinin, dostlarının, canından keçməyə və hər şeyi əmr bil məruf və nəhyəz münkər yolunda qurban verməyə gətirib çıxaran bir hərəkatın bu prinsipə layiqli dəyər, etibar və hörmət bəxş etdiyini anladıq. Yəni, başqaları öz hərəkatını şəxsi zərər sərhəddinə çatdıqda dayandırdılar və onun dəyərini aşağı saldılar. Başqaları belə etdikləri halda Hüseyn hərəkatı heç bir sərhəd tanımır. Bütün bunları bildikdən sonra nəticə olaraq bu məsələ qeyd olunmalıdır. Biz nə edək ki, dəyərli olaq, özümüzə dəyər verək, öz qiymətimizi Allah yanında yüksəldək, Allah Peyğəmbərinin yanında yüksəldək, dünyanın başqa millətlərinin yanında öz hörmətimizi yüksəldək və bizi dəyərli hesab etsinlər. Biz nə edək? Həm də nə edək ki, Hüseyn üçün matəmin dəyərini yüksəldək? Bunun üçün canlı və Hüseynə xas şüarlar seçməliyik.
daha bir qoca qarının şüarı olan "Mənim nocavan Əkbərim" kimi və ya "Müstər Zeynəbim əlvida, əlvida" kimi şüarlar yox. Bu sualın cavabını Allah Quranda vermişdir. Siz bu müqəddəs əsl və prinsipin sayəsində dünya xalqlarının ən yaxşısı və dəyərlisisiniz. Həmin prinsip bundan ibarətdir: əmr-bil-məruf və nəhy-əz-münkər, ictimai həmkarlıq, həmdərdlik, birlik və İslam toplumunun qarşısında məsuliyyət hissi. Biz gərək fürsətin və vaxtın qədrini bilək. Dedik ki, biz nəinki ruzigarın öz daxilində gizlədərək yaratdığı hadisələri dərk etmirik. Hətta ən aşkar olayları da anlamırıq. Həmçinin qeyd etdik ki, bizim ən çox nöqsanımız gücümüzün olmamasında yox, agahlığımızın olmamasındadır. Dünyanın 700 milyonluq bir toplumla hesablaşmaması və onu saymaması qeyri-mümkündür. İndi hər iki məktəb üçün bir misal çəkirik. Əvvəla bizim ayıq və sayıq olmamağımız nə həddədir? Və ikincisi isə bizim gücümüz, qüdrətimiz var. Birincisi, nə üçün İmam Bəsrə əhalisinə məktub yazdı və onları dəvət etdi? Bu özü bir növ qan tökülməsinin və inqilabın genişlənməsi planı deyilmi? Daha önəmlisi budur ki, nə üçün Həbib ibn Müzəhhəri Bəni Əsədin arasına göndərdi? Niyə öz dostlarını və adamlarını özlərini ölümə verməyə məcbur etmədi? İmam xüsusilə istəyirdi ki, öz etirazını, tənqidini, günahla bağlı ittihamını, ədalət və həqiqət tələblik fəryadını əsla silinməsin deyə öz qanı ilə yazsın. İmam alovlu xutbələrini Hürr ilə rastlaşdıqdan və icazə yolu kəsildikdən sonra söyləyir. Ümumiyyətlə tarix göstərir ki, qanla yazılmış sözlər heç vaxt silinməmişdir. Çünki niyyətin son dərəcə səmimiliyindən və düşüncənin dərinliyindən gəlir. İkincisi, birinci sayda bəyan etdiyimiz mətləb təsdiq edir ki, İmam əmr-bil-məruf və nəhy-əz-münkər amilinin təsiri altında özü üçün mənfəət tələb ağıl məntiqindən yüksəkdə duran şəhid məntiqini seçmişdi. Bu məntiqdə yalnız bir şey nəzərdə tutulur və o, nəyin bahasına olursa olsun məqsədə çatmaqdır. Lakin sair amillərdə, yəni beyətdən imtina etmək amilində və küfəlilərin dövlət qurmaq üçün dəvəti amilində onun fəaliyyəti genişlənə bilməzdi. Üçüncüsü, birinci saya qayıdış. Bir çox sultanlar adları, sözləri və peyğamlarının əbədi olaraq qalmasını istəyirlər. Onu daş lövhələrə həkk etmişlər ki, məsələn, şahlar şahı Bəğ, İzzət Nəcad, Allah nəslindən olan mənəm. Bu kimi çərənnəmələr barədə daş kitabələr tarixinə müraciət olunsun. Lakin bu sözlər əsla ürəklərdə və sinələrdə nəqş olunmayıb. Amma İmam Hüseynin peyğamı heç bir daş və ya filiz üzərində həkk olunmadan, sırf havanın titrək səhifəsində yazılmasına baxmayaraq, sinələrdə və ürəklərdə həkk olundu. Nurani vəhy xətləri kimi Allah övliyalarının qəlbində həmişəlik qaldı. O, ruhların ən ali məqamında belə hissiyyat mərkəzində elə həkk olunub ki, adının çəkilməsi göz yaşlarını axıdar. Və Allah bilir indiyə qədər neçə min ton yaş axıb. Niyə? Çünki bu elə bir hərəkət idi ki, hədəf və məqsəd baxımından insani, ali, ədalət və təqva xatirinə idi. İmam Hüseynin varlığındakı təsirli hərəkət baxımından isə ilahi və bir şəxsin fövqündə olan bir məsələ idi. Dördüncüsü, fəsadın, hərzməzliyin hakim kəsildiyi, zülmün və haqsızlığın hər tərəfi bürüdüyü bir cəmiyyətdə əgər heç bir boğazdan can və heysiyyəti qorumaq xatirinə heç bir səs çıxmasa, uzaq məkanlarda və ya uzaq zamanlarda yaşayanların həmin cəmiyyət haqqında mühakiməsi belə olacaq ki, baş verənlər cəmaatın əhval-ruhiyyəsinin nümayəndəsidir və cəmaatın razılığı və meylinə uyğundur. Yeri gəlmişkən, onu bir növ İslamdan dönmək və ya bezmək və ya hətta İslam əleyhinə inqilab kimi qəbul edərlər. 5-ci. Hüseyni hərəkatının qeydləri bölməsinin 36-cı sayında Osman ibn Ziyadın, Mərcanənin, Yəhya ibn Əl-Həkəmin, Yəzidin xanımı Hindin, Muaviyyə ibn Yezidin dilindən nəql etdiyimiz kimi,
Əməvilərin hərəkətləri Əbu Abdullahın şəhadətinin təkamülcü təsirini, bu hadisənin nifaq və riyakarlıq pərdəsini yırtdığını, işin mahiyyətini faş etməsini və Əməvilərin haqq hesabını İslamdan həmişəlik ayırdığını göstərir. Bu özü təsdiq edir ki, İmam Hüseyin özü üçün şəhid məqamını seçməkdə haqlı idi. 6-cısı, İmamın Aşura günü buyurduğu cümləsi bunu təsdiq edir ki, şəhadətinin yaxşı nəticə verəcəyindən əmin imiş və arxain imiş ki, bu şəhadət Əməvilərin hörmətini və məqsədlərini məhv edərək İmamın hörmət və nüfuzunu çoxaldacaq. Bu da yuxarı saydakı müddianı təsdiq edir. 7-cisi, Əmr bil məruf qiyamını zəruri edən xüsusi amillər aşağıdakı qərarlardır. A variantı. Hakimiyyəti və xilafəti irsi məsələyə çevirmək və Əbu Süfyanın arzusunu həyata keçirmək. B variantı. Muaviyyənin İmam Həsən ilə bağladığı sülh sazişinin maddələrini pozması, şiələrin dözülməz vəziyyəti, hətta fərman imzalandı ki, şiəlik ittihamı ilə onlar tutulsun. Əlinin məhəbbəti hər bir şəxsin adının dövlət divanxanasından silinməsi üçün bəs edirdi. Şiələrin ictimai imtiyaz və hüquqlardan, şahidlikdən, hakimlikdən və cəmaat namazlarının imamlığından məhrumiyyəti, Hüzr ibn Ədi, Əmr ibn Həmiq Xuzai və başqa bu qəbildən olan şiələrin baş bilənlərinin qətli. C variantı. Minbərlərdə Əli əleyhissalamın söyülməsi. D variantı. Əməvilərin, xüsusilə Muaviyyənin xeyrinə təbliğat və onun böyük səhabələr sırasında yerləşdirilməsi. 8-cisi. Yuxarıdakı saya qayıdış. Ümumiyyətlə, Əməvilərin siyasəti buna yönəlmişdi ki, İslamın formasını saxlayıb içini boşaltsınlar. Başqa sözlə desək, Peyğəmbər Əkrəmin yuxuda gördüyü kimi, Əməvilərin siyasəti bu idi ki, cəmaatın üzü İslama tərəf olduğu halda, onları İslamdan uzaqlaşdırsınlar.